Salam riyaziyyat sevərlər. TikTok hesabımızda paylaşdığımız qısa həllin ətraflı izahına bugün baxacağıq. Hansı ki, əslində bu sualla natural ədədlər bölməsində bir neçə dəfə qarşılaşmışıq. Sadəcə olaraq permütasiya üzərindən baxılmamışdı həmin vaxt. Deməli, baxırıq permütasiyada. Əvvəlcə deyirik permütasiya 10 elementdən 3 necə açılacaq? Yəni vurulsun permütasiya 7 elementdən 7 üstə gəl 225. Əvvəlcə bu hissəyə baxaq, sonra 100-ə bölünməsindən alınan qalığa baxarıq. Deməli, permütasiya 10 elementdən 3-ü hesablamaq üçün deyirik 10 faktorial bölünsün 10 çıxılsın 3 faktorial. Vurulsun. Permütasiya 7 elementdən 7-nin elə 7 faktorial olduğunu bilirik. Üstə gəl 225. Bərabərdir. 10 faktorial bölünsün. Bilirik ki, 10'un çıxanda 7, 7 faktorial vurulsun 7 faktorial üstə gəl 225. Təbii olaraq 7 faktoriallarımız ixtisar olunacaq. Qalacaq 10 faktorial plus 225. İndi baxacağımız hissə hansı ki dedik, natural ədədlərdə qarşılaşmışıq. Buradan keçəcəyik. Bura artıq daha aydın olacaq deyə düşünürəm. 10 faktorialı yazarıq. 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9'un hasili, üzr istəyirəm, 10'un hasili şəklində üstə gəl 225. Yəni 10 faktorial açdıq bir növ. Biz bu sualla qarşılaşmışdıq. Bir neçə ədədin hasili və üzərinə gəlirdik müəyyən bir ədəd. Deyirdik ki, hansı ədədə bölündüyü zaman daha doğrusu alınan qalığı tapın. Bu halda deyirdik ki, adətən bu hissəni qoyuruq çünki içində böldüyümüz ədəd olur. Yəni bölən içində davamlı olaraq hər zaman çıxırdı. Baxdığımız hissədə 225 bölünsün 100 olacaqdı. Hardan gəlir? Baxırıq. Bu ədədin 100-ə bölünməyi üçün həm bu ədəd 100-ə bölünməlidir, həm də 225. 225 onsuz da bölünməyəcək. Buradan qalıq çıxacağı bəllidir. Amma bəs bura tam bölünürmü? Buna baxaq. 100 olmağı üçün 10'umuz hazır var. Bir də bizə digər 10 lazımdır. Onu da biz 2 və 5'dən əldə edə bilərik. Hansı ki, buradan da bir 10 yaranacaq. 10 və 10 100'ümüz yaranır. Yəni bu ədəd 100'ə bölünürsə buranı qoyuruq kənara. Baxacağımız hissə olacaq. Üzr istəyirəm, baxacağımız hissə olacaq bura 225. Artıq baxırıq 225 bölünsün 100. 225'i bölürük 100'ə 2 dəfə 200 çıxılsın 25. Artıq bölünməyəcəyinə görə qalıq hissəmiz də bura olur. Yəni qalığımız bərabərdir 25 olacaq. Qısa versiyada da qeyd elədiyimiz kimi əslində çox uzatmadan da görə bilərdik. Lakin dəqiq cavab bilmək üçün, yəni belə kör-körana cavab yazmamaq üçün ətraflı izahını bilmək mütləq şəkildə önəmlidir. Əlavə hansı sualın izahını görmək istəsəniz, mütləq şəkildə kommentlərdə bildirin. Ən qısa zamanda mütləq paylaşacağıq. Təşəkkür edirik, çox sağ olun.